Bir çox strategiyalardan verbal lingvistik tipdə istifadə olunur. Bunlardan gündəlik tutulması, hekayə xəritəsi, balıq ovu göstərilə bilər bu üsullarda. Gündəlik tutulması nə deməkdir? Şagird müəyyən bir sahə üzrə davamlı şəkildə qeydlər aparır. Bu dəqiq elmlər ola bilər, riyaziyyat ola bilər, bu elə Azərbaycan dil ədəbiyyatı da ola bilər. Yəni bunlarla bağlı bir gündəlik tutur, strategiyasını yazır da, öz hədəfini yazır. Misalın, məsələnin, tapşırığın, mətnin həllini qeyd eləyir, sonra öz yanaşmasını da ora yaza bilər. Yazı var da burada, verbal lingvistikdə nə dedik? Yazılı nitq, şifahi nitq, daxili nitq, qulaq asma, səsli nitq, hamısı burada önəmlidir. Verbal lingvistik bunu sevir, yəni budur, bu cür öyrənir. Hekayə xəritəsi var və ya hekayə ağacı. Şagirdlərə ümumiyyətlə iş vərəqləri paylanılır və onlardan istənilir ki, onlar o hekayəni oxusunlar. Oxuduqları zaman lazım olan hadisələrin baş verdiyi yeri, obrazları, obrazların etdikləri əməlləri fərdi şəkildə o iş vərəqlərinə qeyd eləsinlər. Hətta əsərin ideyasını çıxarda bilərlər orada, mövzunu yaza bilərlər. Yəni bir sözdən hekayə xəritəsi tamamlayırlar orada. Azərbaycan dil ədəbiyyat dərslərində, özəl il ədəbiyyat dərslərində hekayələr ki var, əsərlər ki var, onların xəritəsini biz etdiririk. Bu çox da uğurlu alınır. Biz dedik ki, verbal lingvistik tiplərin hansı üsullardan istifadə eləsələr gün ərzində, yəni dərs prosesində daha uğurlu olar. Dedik ki, gündəliyin tutulması, hekayə xəritəsi və balıq ovu. Bəs balıq ovu nədir? Balıq ovu necə istifadə oluna bilər? Müəllim bilməlidir ki, şagird oxuyub mətni anlayıb yoxsa yox. Oxuyub anlama keçirik biz Azərbaycan dilinə, elə ədəbiyyatda da. Oxuduğunu anlayıbmı, anlamayıbmı, bunu bilmək üçün müəllim bir qab gətirir. Onun içərisinə balıq formalı kardondan kəsib hazırlayır. Və şagirdlər qabın içərisindən o balıqlardan birini seçir. O karton balıqlardan seçir və ona düşən mövzunun əsas fikrini ümumiləşdirir. Nəticəyə gəlir. Vacib detalların bütün sinif qarşısında izah edir. Bu zaman onu dinləyənlər də yoxlama vərəqlərinə başlayırlar yazmağa. Və sonra da bunu yoxlayırlar. Yəni burada balıq ovu odur ki, şagird oxuyub anladığı, oxuduğu mətni anlayıbmı, anlamayıbmı, müəllim bunu yoxlaya bilər. Şagird də bunu bütün sinif qarşısında izah edir. Bu da çox həm də nitqit də danışır. Oxuduğunu anlayıbmı, anladığını ölçür, həm də şagird nitqlə bunu izah etdiyi üçün hər kəsin qarşısında. Bu da şagird verbal lingvistik üçün çox uğurludur. Onu demək olar ki, yaddaşında qalır bu. Daha sonra müəllimlər biz dedik ki, onun ümumiyyətlə Gardnerin nəzəriyyələrindən 8 intellekt tipini öyrənəcəyik sizinlə dedik. Bunlardan biri də, o 8 intellekt tipindən biri də məntiqi riyazi intellektdir. Məntiqi riyazi intellekti olan bir şagirddə nələr olur? Riyazi bacarıqlardan burada düzgün istifadə olunur. Mühakimə qabiliyyəti, məntiq, səbəb-nəticə əlaqəsi, tənqidi təfəkkür, yaradıcı təfəkkür, özəl ilə tənqidi təfəkkür. Bu şagirdlər çox dərin düşünən şagirdlər olur. Belə deyək də, bunlara bir dənə kiçik bir şey ver, bir məlumat ver. Bir deyək ki, bir kiçik bir böcək ver. Bunu hər tərəfli sizin üçün araşdıra bilərlər. Çünki məntiqi riyazi mühakimə çox güclüdür. Tənqidi təfəkkür çox güclüdür. Yəni həmin o böcəyi həm fizika tərəfdən, həm kimya tərəfdən, həm biologiya tərəfdən, həm qidalanma tərəfindən, hər tərəfdən təbiət fənni bir çox cəhətdən əlaqələndirə bilərlər. Çünki mühakimə kifayət qədər yüksəkdir. Hər tərəfli düşünə bilərlər, sistemli düşünə bilənlərdir. Biz düşüncə formalarını keçmişdik sizinlə. Bəli, ardıcıl düşünə bilənlər, sistemli düşünə bilənlər, tənqidi düşünə bilənlər, məsələ məntiqi riyazi təfəkkürü olan şagirdlərdir. Bu şagirdlərdə nələr var müəllimlər? Yadınızda qalsın ki, bu cür şagirdlər ki, məntiqi riyazi təfəkkürlü, intellekti malik olan şagirdlər mühakimə yürütməklə düşünürlər. Onlar mühakimə yürütməsə, demək olar ki, düşünə bilməzlər. Məntiqi riyazilər həmçinin eksperiment aparmağı sevirlər, sorğu-sual etməyə sevirlər, məntiqi tapmacalar həll etməyə sevirlər, hesablamalar etməyi sevirlər. Həmçinin onların ehtiyacı olan şeylər var ki, bax, burada eksperiment üçün lazım olan materiallar lazımdır onlara, elmi muzeylərə, ekskursiyalara aparmaq lazımdır, yəni müəllim bunları edə bilər, şagird. Elmi müzakirələr, elmi təcrübələr, deyək ki, kimya dərslərində, fizika dərslərində, coğrafiya dərsində vulkanın yaradılması, eksperimentlər də bunlar. Bunlar hamısı şagirdin ehtiyacı olan şeylərdir.
Bu şagirdlər bir sözlə dərin şagirdlərdir, dərin uşaqlardır. Çünki çox dərin düşünməyi bacarırlar. Bunlar əsasən məsələn məntiqi tapmacalar versən çox sevinərlər. Tapmacalar tapmağı sevirlər çünki. Problem həll etmək, dəqiq fənlər üzrə eksperimentlər aparmaq, tənqidi düşünmək, rəqəmli oyunlar, şahmat və s. Bunlar ümumiyyətlə məntiqi riyazi təfəkkürlü şagirdlərdə çox uğurlu alınır. Bunlar məsələn kalkulyatorlardan, dəqiq fənlərin tədqiqi üçün lazım olan bütün avadanlıqlardan çox rahatlıqla istifadə edə bilirlər. Riyazi oyunlar bunlar üçün çox rahatdır, çox sürətlə hesablamağı bacarırlar. Həmçinin belə şagirdlərdə müəllimlər bəs nə edə bilər belə şagirdlərlə? Ümumiyyətlə o şagirdlərə bu cür ancaq tənqidi düşünməklə bağlı suallar verə bilərlər müəllimlər. Nəyinsə kəmiyyətini hesablamağı verə bilərlər. Bir sözlə sillogizm qurmaq. Məsələn, deyək ki, ədəbiyyat dərsində hesablama yoxdur. Bəs burada şagird nə etsin? Məntiqi riyazi təfəkkürlü bir şagird daha dərin. Məsələn, əsərin ideyasını tapanda mühakimə yürüdə bilər. Dəlillər, əsaslandırmalar, tənqidi təfəkkür, sillogizmlər qurmaq. Bunlar məntiqi təfəkkürlü şagirdə çox, məntiqi riyazi intellekt tipli şagirdə çox uğurlu gələcək. Həmçinin məntiqi riyazi intellekt tipinə malik olan şagirdlər hansı üsullarla öyrənə bilərlər müəllimlər? Yadınızda qalsın ki, bunlar əsasən öyrənirlər 2 üsulla. Biz lingvistik tipdə dedik ki, verbal lingvistikdə onlar gündəlik tuturlar, hekayə xəritəsi yaradırlar, balıq ovu ilə öyrənirlər. Yəni bu üsullar lingvistikə uyğun idi, verbal lingvistikə. Amma məntiqi riyazi intellektdə təsnif etmə və kateqoriyalara ayırma, bir də Sokrat dialoqu uyğundur. Bu məntiqi riyazi intellekt tipinə malik olan şagirdlərdə bir növ, yəni hansı dərs olmasından asılı olmayaraq, hər hansı bir informasiyanı daha dərin, yəni çərçivəyə sığmırlar da bunlar, daha dərin, məntiq intellekti yəni bu hərəkətə gətirir. Məsələn, bir coğrafi məkan verirsən, onların iqlim tipinə uyğun təsnif verirsən ki, bunları necə təsnif etmək olar? Şagird burada hər tərəfli baxacaq orada. O iqlim tipində maddənin deməli, kondensasiya prosesindən tutmuş, daha sistemli də, yəni hər tərəfli. Oranın yerinin geoloji quruluşundan tutmuş, bioloji varlıqlarına qədər, kimyəvi süxurlarına qədər hər tərəfli öyrənib onu təsnif edəcəklər, kateqoriyalara ayıracaqlar. Hər tərəfli yəni. Məsələn, deyək ki, müəllim təbiət dərsindən şagirdlərə verib ki, maddənin 3 sualı var, buna uyğun nümunələr yazın. Hər 3 sualını lövhədə yazır və sütunlar üzərində. Şagird artıq ona uyğun nümunələr çox rahatlıqla yazacaq. Çünki bu şagirdlər rahatlıqla ayıra bilirlər bunları. Dərindirlər. Gələcəyin, belə deyək də, gələcəyin mütəxəssisləridir bunlar. Sokrat dialoqlarında da yenə bu da riyazi intellektə çox uyğundur. Bu şagirdlərdə də yenə sual-cavab təkcə deyil də, yəni sadəcə sual-cavab deyil. Ənənəvi olaraq şagirdlərə sual-cavab vermirik. Sokrat dialoqunu biz yadınızdadsa üsullarda da keçmişdik. Şagirdlərlə dialoqa girir müəllimlər. Onların yanlışı, doğrunu aydınlaşdırmalarını tələb edir. Tənqidi təfəkkür yəni fikirləşir. Tənqidi təfəkkür burada formalaşmış olur. Və onlar bir mövzu ilə bağlı fikirləri müəllimlə rahatlıqla, sərbəst şəkildə bölüşə bilirlər. Ola bilsin ki, bu yanaşma yeni bir yanaşma olsun. Amma müəllim onlara müəyyən suallar verməklə onlara fikirlərini daha dəqiq, daha aydınlaşdırır, daha da onları yönəldir, fasilitator da. Və şagirdlər öz dedikləri arasında da rabitəsiz nitq olmur, məntiqə əlaqə olur danışıqlarında. Bir-birlərini tamamlayır yəni. Sorğu-sual sadəcə elə əzbərə dayanan sorğu-sual deyil də, belə deyək. Yəni oxuduqları, məsələn, ədəbiyyatdan sual-cavab eləyir əsər. Əsərdə nə var, onu sual-cavab eləyir, düzdür. Amma bu elədir ki, burada sadəcə o əzbərə dayanan hissənin sual-cavabı deyil. Şagird öz yanaşmasını da ortaya qoya bilir, öz fikrini də ortaya qoya bilir. Bu da əsaslandırma bacarığıdır, dəyərləndirmə özəlliyi. Bloom taksonomiyasının dəyərləndirmə hissəsidir. Və müəllimlər, 3-cü intellekt tipimiz bizim musiqi ritmli intellektdir. Musiqi formalarını dərk eləmək, fərqləndirmək bacarıqlarını əhatə edir bu intellektdə. Burada ritm, burada melodiya var, tembr var, ton var. Bəzən görürsünüz ki, şagirdlərimiz ayaqlarını yellədir. Və yaxud görürsünüz ruçkan belə taqqıldadır. Və yaxud da görürsünüz ki, bu uşaq ritm tutub da, yəni musiqi mızıldanır ağzının içində. Bunlar musiqi ritmik tiplidir. Yəni bunlar bilərəkdən dərsi pozmaq üçün bunları etmirlər. Bu şagirdlər
bu cür öyrənirlər. Aydındırmı? Əgər müəllimlər bu nəzəriyyələri mükəmməl şəkildə bilərlərsə, şagirdlərlə problemlər də olmayacaq. Yəni şagirdləri düşünməyəcək ki, bu uşaq tərbiyəsizdir, bu uşaq düzgün eləmir, bu uşaq bilərəkdən dərsi pozmaq istəyir. Xeyr, yəni bu musiqi ritmikdir də, ayağın yerlədəcək. Biz buna əsəbi olmamalıyıq. Biz buna düşünməməliyik ki, biz bunu bilərəkdən nəyəsə görə edir. Xeyr, əlbəttə ki, o bir şagirddir. Biz şagirdimizə hər tərəfli yanaşırıq və ritm melodiya ilə düşünürlər bu şagirdlər. Düşünür sadəcə, əgər o ağzının içində mızıldanırsa, deməli o düşünür. Bu dərs pozmaq məqsədi daşımır. Və həmçinin müəllimlər belə şagirdlərdə mahnı oxumaq, zümzümə etmək, dinləmək, əl-ayaq hərəkətləri ilə vurmaq, bunları çox sevir də bu uşaqlar. Yəni özlərindən asılı deyil, çox sevirlər. Çünki musiqi ritmikdir bunlar. Bunlar nəyi başqa, nə ehtiyacları var? Birlikdə oxumaya çox ehtiyacları var. Konsertlərə getməyə, musiqidə ifa etməyə, məsələn pianodur, qarmondur, hər hansı bir qavaldır. Bunlardan istifadəyə çox ehtiyacları var bu şagirdlərin. Bunlar bu cür öyrənirlər. Yəni hər kəsin bir intellekt tipi var təbii ki, o basqın olan, yüksəyə çıxan. Təbii ki, hamısı bizdə formalaşıbdır. Sadəcə olaraq biri daha üst səviyyəyə gəlib çıxır. Və dərs fəaliyyətləri, tapşırıqlar nələr ola bilər musiqi ritmik tipdə? Bunlar ritmlə öyrənirlər. Öyrədici bir mahnı götürürlər, müxtəlif musiqi növləri ilə öyrənirlər. Aydındır. Və yaxud da dərs materialları onların səs yazma vasitələridir, musiqi alətləridir və yaxud da onlar dinləyirlər, müəllimlərin istifadə etdiyi bir təlimatlar nələr ola bilər? Dinlə deyə bilər müəllim, təlimat verə bilər şagirdə ki, sən bunu dinlə və yaxud da ifa et, özün ifa et. Bunlar musiqi ritmik tipli şagirdlərin olmazsa olmazlardır müəllimlər. Musiqi ritmik tipdə bəs hansı üsullar var ki, onlar bu cür öyrənirlər? Ritm mahnı replə öyrənirlər, bu bir üsuldur. Kontekst musiqi üsulu var, replə öyrən var, bir də qafiyəli sözlər var. Deməli 4 dənə burada üsul var ki, musiqi ritmik tiplər bu cür öyrənir. Ritm, mahnı, rep, kontekst musiqisi, replə öyrən, qafiyəli sözlər. Bu 4-dür. Burada nəyə diqqət edəcəksiniz? Yəni ritm, mahnı, rep nədir? Hər hansı bir deyək ki, şeir öyrədəcəyik şagirdimizə, ədəbiyyat dərsidir. Şagirdimizə burada ritm tutub öyrənməyi də istəyə bilərik. Yəni bilirik ki, bu şagirdimiz bu cür öyrənir. Əgər biz onun intellekt tipini biliriksə, bir pedaqoq kimi, bir professional müəllim kimi biz əgər şagirdimizin intellekt tipindən xəbərimiz varsa, hamısına deyil, birinə və ya bir neçəsinə ki, hansı ki var belə şagirdlərimiz, musiqi məktəbinə gedənlər olur aralarında hətta bunların. Şagirdlərimiz o şeirləri ritm tutaraq öyrənməyini istəyə bilərik. Bəzən elə bir şeir olur ki, bunun mahnı versiyası da olur. Həm dərslikdə şeir kimi verilib, amma mahnı kimi də eşitmişik biz bunları kimlərsə dilindən. Şagird çıxır o şeiri elə mahnıya bənzər şəkildə görürsüz ritm eləyir. Biz tapşırıq verməsəydi, o musiqi ritmik tipdir də, onu o cür etməyə xoşlayır. Aydındır. Yəni bu ritmlə verə bilərik şagirdimizə bu şeirləri, bu ritm, mahnı, rep və bir də kontekst musiqi var. Burada yəni dərsin planına uyğun şagirdlərdə müəyyən əhval-ruhiyyə yarada biləcək. Musiqinin bir bölməyə keçməmişdən əvvəl sinifdə oxudulmasıdır. Yəni bir bölmədən digər bölməyə keçməmişdən əvvəl sinifdə oxunur bu. Bu cür musiqilərə hətta səs effektləri də aid edilə bilər. Məsələn, ədəbiyyat dərslərində bir əsərin məzmununa uyğun fon musiqisi qoymaq olar. Coğrafiyada dənizlər mövzusunu keçərkən dəniz səsləri qoymaq olar. Yəni musiqi ritmikdir də, kontekst musiqi. Mövzuya uyğun musiqinin verilməsi, arxa fonda musiqilərin verilməsi. Şeir səsləndirilərkən şeirin arxa fonda fon musiqinin verilməsi və yaxud da dedik ki, məsələn, dağlar mövzusunu keçib, dənizlər mövzusunu keçir, təbiətdən hər hansı bir təbiət hadisələrini keçir, onların səs dalğalarını, dalğa səslərini arxa fona qoya bilər. Replə öyrən bəs nədir? Replə öyrən hissəsində mövzunu bir və ya bir bölmədən keçdikdən sonra şagirdlərin fərdi və ya qrup şəklində öyrəndikləri əsas ideya, faktları qeyd edirlər. Burada məsələn nə ola bilər müəllimlər? Yadınızda qalsın ki, replə öyrəndə bir neçə çıxışa replə biz tapşırıq vermişik şagirdlərimizə. Repə çeviriblər bunu və oradan bir neçəsinə qulaq asandan sonra, bir nəfərə, 2 nəfərə qulaq asandan sonra şagirdlər bütün siniflə bunun xülasəsini aparmaq olar. Sinifdə bunun xülasəsini, müzakirəsini etmək olar. Bir də burada musiqi ritmlik intellekt tipində
Dedi ki 4 üsul var da. Bunlardan birincisi ritmi idi. İkincisi kontekst musiqi idi. Üçüncü replə öyrən. Bir də dördüncü qafiyəli sözlər idi ki, qafiyəli sözlərdə biz artıq o verilən mövzunu qafiyə qurmaq istənilə bilər. Müəllim, yəni şagirdlərdən bunu istəyə bilər. Bəzən olur siniflərimizdə ki, şagirdin şeir yazmağa meyli olur. Belə şagirdlərimizə qafiyəli sözlər yazmağı, qafiyə tutmağı, yəni bu mövzu ilə bağlı istəyə bilərik. Yəni mövzunu qoysun qarşısına, mövzuya uyğun şeir tipli yazsın, qafiyələnən sözlər tipli yazsın. İstəyə bilərik bunu. Əgər mümkündürsə, yəni fikirləşib bir neçə qafiyə tapmasını istəyə bilərik. Dördüncü müəllimlər məkan vizual intellektlərdir. Məkan vizual intellektlərdə nə baş verir? Yəni verilmiş məkanı vizual olaraq dəqiq dərk etmək və qavramaya əsaslanaraq müəyyən dəyişikliklər etməyə bacarmaq. Bunlar əsas götürülür. Müəllimlər bunlara diqqət edirsiniz. Məsələn, belə məkan vizualı normal olaraq belə izah etmək olar. Bir dəfə getdiyi yeri, ikinci dəfə ona bələdçi lazım deyil. Artıq gedib həmin yeri tapa bilir. Və yaxud da imtahana girirlər bu şagirdlər. İmtahanda hər hansısa bir mövzu yadlarından çıxsa belə gözlərinin qabağına o bir kitab gözünün önündə açılır. Beyinlə aça bilirlər kitabı. Kitabın hansı hissəsinə işarə qoymuşdular, hansı hissəsinə şəkil var idi. Hətta neçənci səhifədədir bu qayda. Ona qədər tapıb oradan beyinlərindən açıb onu oxuya bilirlər. Çox gözəl bunların vizual yaddaşları olur. Olmayanlara da müəllimlər bunu müəyyən üsullarla, vizuallaşdırma ilə və s. biz bunu yarada bilərik şagirdlərimizdə. İndi ondan da danışacağıq. Yəni bu məkan vizuallar ki var, bunlar təsvir və şəkillərlə düşünürlər. Təsvir, şəkil, işarələr, təsvirlər, şəkillər. Bizdə də müəyyən qədər var bunlar. Yəni mən özüm də həmişə kitabları highlighterla rəngləyirəm. O lazım olan qaydaların altından bildiyim belə qayda olsa, yenə o əlim öyrəşib də, yəni orada mütləq o ya qaraltmalıyam, ya saraltmalıyam, ya müxtəlif rənglərlə üstündən getməliyəm. Bu məkan vizualdır da, düzdür? Yəni bunlar dizayn etməyi, şəkillər çəkməyi, eskizlər çəkməyi, vizual təsvirlər yaratmağı çox sevirlər, vizuallaşdırmağı sevirlər. Bəs bunların ehtiyacı olduğu şeylər nələrdir? Müəllimlər. Bunların ehtiyacı olduğu şeylər, bunlar videolar, filmlər, puzzlelar, şəkilli kitablar, ekskursiyaları da sevirlər bunlar. Yəni incəsənət muzeylərinə falan gedərkən. Bunlarda film, slayd dediyi puzzlelar, labirintlər, bunlar onların ehtiyacı olan şeylərdir ki, bax məkan vizualları bunları çox sevirlər. Onların ehtiyacları var. Bu cür öyrənirlər yəni. Həmçinin məkan vizuallar, vizual təqdimatlar. Tutaq ki, slaydlar hazırlayacaq, amma orada videolar var, mükəmməl şəkillər var. Arxa fon çox gözəl şəkillərlə dizayn olunub. Burada təsəvvür oyunları var, beyin xəritələri var, təsvir incəsənətlə bağlı müəyyən tapşırıqlar var. Yəni bu uşaqlar rəsm çəkməkdə çox gözəldirlər. Gözəl rəsmlər çəkirlər, əl qabiliyyətləri çox gözəl olur. Və bunların dərs materialları nələr ola bilər? Qrafiklər, xəritələr, konstruksiyalar, kameralar, gənc şəkil kitabxanası, bir sözlə. Bunlar məsələn telefon filan alanda da belə insanlar daha çox nəyə fikir verirlər? Kameranın çəkilişinə. Nə qədər çəkə biləcək bu kamera? Daha yaxşı çəkməsini istəyirlər. Niyə? Çünki onlar kamera ilə, yəni çox sevirlər. Hara getsələr şəkil çəkirlər o məkanın, o yerin. Fikir verirsiniz, bəzi insanlar var ki, məsələn, onlar çox şəkil çəkdirməyi sevmirlər. Bəziləri də var ki, hara getsələr şəkilləri var. Hara getsələr özlərinin, övladlar, hər yerdə, yəni bir şəkildən bəlkə nə qədər çəkirlər. Bu vizuallardır da, yəni bunlar özlərindən asılı deyirlər. Məkan vizuallardır, yəni bu insanlar şəkil çəkməyi sevirlər. Bunlar kamera ilə işləməyi sevirlər. Nəyisə rəngləməyi sevirlər. Müəllim də bunlara bu cür tapşırıqlar verə bilər. Rənglə deyə bilər, beyin xəritəsi düzəlt deyə bilər. Bilirsiniz də beyin xəritəsində hər bir tapşırığı müəyyən rənglə rəngləməlidirlər. Bu Azərbaycan dilində də ola bilər, ədəbiyyatda da, müxtəlif fənlərdə ola bilər ki, nəyisə götürsün, onu rəngləsin. Bunlarda da üsullar var müəllimlər. Yəni məkan vizuallarında üsullarından danışa bilərik. Biz dedik ki, müəllimlər, verbal lingvistikdə gündəlik tutulması, hekayə xəritəsi, balıq ovu var idi üsul olaraq. Məntiqi riyazi intellektdə dedik ki, təsnif etmə və kateqoriyalara ayırma, bir də Sokrat dialoqu var idi. Musiqi ritmikdə dedik ki, ritm var, rep var. Həmçinin kontekst musiqi var.
replə öyrənmə var, bir də qafiyəli sözlər var. Bəs məkan vizualda nələr var? Məkan vizualda vizualizasiya var müəllimlər və rənglər var müəllimlər. İdeya eskizi var, qrafik cümlələr var. Yəni bunlar hansılar oldu? Vizualizasiya, rənglər, ideya eskizi və qrafik simvollar. Vizualizasiya nədir müəllimlər? Biz hər hansı bir dərsi keçərkən, deyək, ədəbiyyat dərsində çox uğurlu alınır bu. Əsəri oxuduq, bir hissəsini oxuduq. İndi deyirik ki, şagirdlər, gözlərinizi yumun və təsəvvür edin. Əsəri oxudular, gözlərinizi yumun, təsvirinizdə canlandırın. Məsələn, Meşəbəyi Mir Qasımı canlandırın təsəvvürünüzdə. O meşənin gözəlliyini, yaşıllığını, günəşin orada yaz fəsli edə bilirsiniz həmin əsərdə. Günəşin işıldamağa başlayır, gözəl yaz nəfəsli, təbiət canlanıb, meşələr yenicə yarpaqlayıb. Bunları gözünüzün önünə gətirin, canlandırın. Meşəbəyini də çiynində tüfəngi, bir ayağında bir sözlə də onlar artıq tam bir meşəbəyi obrazı gözlərinin önünə gətirirlər. Meşədə onun getdiyini, hətta o ürgənin büdrəməsini və s. bunların hamısını gözlərinin önündə vizualizasiya edirlər. Yəni vizuallaşdırırlar, canlandırırlar. Sanki filmə baxırlar. Bəlkə sizdə də olub müəllimlər. Hər hansı bir əsər oxumusunuz, elə bil ki, filmə baxırsınız. Yəni özünüz də bilmədən beyninizdə bu canlanıb. Yəni bir vizuallaşıb da bu, beyninizdə canlanıb. Bu nədən ibarətdir? Bu məkan vizuallardadır da bu. Məkan vizuallarda vizualizasiya budur. Yəni biz şagirdlərimizdə hər hansı bir mövzunu keçiririk və onu və yaxud da tarix dərsində tarixçilər nə edə bilər? Deyə bilər ki, bu döyüşü gözünüzün önündə canlandırın. Canlandıra bilərlər yəni. Rənglər bəs məkan vizual intellektdə dedik ki, onlar vizualizasiyada rənglərdir, ideya eskizidir və qrafik simvollarla öyrənirlər. Əsas bunların üsulları bunlardır. Rənglərlə məkan vizual intellekt daha çox rənglərə qarşı çox həssas olurlar bu insanlar. Və bizim məktəblərdə də amma bir şey var ki, məktəbli geyimlər də monotondur. İndi mavili qaralı və yaxud da mavili bozlu geyimlər var, ağlı bozlu geyimlər var ki, bunlardan istifadə olunur. Məktəbin divarları da hamısı eyni rəngdə boyanıbdır. Düzdür, psixoloqlar bununla da bağlı deyirlər ki, bu məktəb divarlarının müxtəlif rəngli olması kimlərəsə mənfi aqressiya yarada bilər. Ona görə sarı rəng, sarının tonları, bej rənglər daha çox psixoloji olaraq insanları sakitləşdirən tonlardır ki, məktəb divarları daha çox bu tonlarla boyanıbdır. Demək olar hamısı bu tondadır. Və amma bu vizualizasiya, yəni dediyimiz ki, bu məkan vizual intellektə malik insanlar ki var, bunlar rəngləri çox sevirlər. Bunlar monoton rənglər, eyni rənglər bunlara sıxıcı gəlir, yorur bunları. Yəni bezdirir. Amma biz bu şagirdləri nəzərə alaraq sinifimizdə nə edə bilərik? Yəni sinifimizdə bir gözəl oxu məkanı yarada bilərik. Orada ağaclar çəkə bilərik. O ağacların ətrafında kitablar üçün yerlər düzəldə bilərik, kitablar qoya bilərik, oxu üçün bir növ bir bölmə hazırlaya bilərik. Şagirdlərini cəlb edən oxu və yaxud da şagirdlərimizi cəlb edən müxtəlif hikmətli fikirlər bir ağacı düzəldə bilərik ki, o hikmətli fikirlər hərəsi bir alimin, bir filosofun fikirləri ola bilər, rəngli şəkildə olar. Bu da həm məkan vizualları, həm də şagirdlərin tərbiyəsinə, onların düşünməsinə səbəb ola bilər. Bəs ideya eskizi nədir müəllimlər? İdeya eskizi, yəni ideya eskiz nədir müəllimlər? Çizmə qara. Hətta bəzi məqamlarda biz internetdən araşdırsaz, Dostoyevskinin Cinayət və Cəza və digər əsərlər ki var, hansı ki bu əsərlərin hər birinin eskizləri var. Çizmə qarasını çəkib. Yəni müəllif sanki burada kiçik bir cızma qaralar edibdir bir vərəqdə. Amma o cızma qaraya baxanda bütün məzmunu oxuya bilirsən. İdeya eskizi yəni budur. Hər hansı bir mövzunun eskizini istəyə bilərik. Yəni cızma qarasın. Necə düşünürsən? Şagirdin həm də oxuyub anlamasını da buradan ölçmək olar. Yəni nə dərəcədə oxuyub. Bir də qrafik simvollar var müəllimlər. Qrafik simvollar nədir? Məsələn, müəllimlər, qrafik simvollar bugün biz Azərbaycan dilində istifadə edirik də. Mübtədanın işarəsi var. Simvoldur da bu, düzdür, qrafik simvoldur. Xəbərin işarəsi var, köçün işarəsi var. Kimyada məsələn suyun işarələri var. Bunlar qrafik simvollardır və bu məkan vizuallar üçün əvəz edilməzdir. Çox rahat öyrənirlər bunlarla. Aydındır.
Özümüz də yarada bilərik belə simvollar, yəni dərslərimizin içərisində. Simvolu olmayan dərslər, tutaq ki, ədəbiyyat. Özümüz bir metafor üçün simvol yarada bilərik, məkan vizualları üçün. Daha rahat yadda saxlamaq üçün. Daha sonra müəllimlər 5-ci intellektimiz bizim naturalist intellekti. Kimlərdir bu naturalistlər? Naturalistlər müəllimlər daha çox flora, fauna. Flora nədir? Bitkilər aləmi, fauna heyvanlar aləmi. Yəni bitkilər aləmi və heyvanlar aləminin təsnif etməyə bacarığı, tanımaq və təsnif etməyə bacarığı. Bu intellekt sahibləri daha çox təbiətə qarşı həssas olurlar. Təbiət, heyvanlara, bitkilərə qarşı. Belə təsəvvürümüzdə necə canlandıra bilərik? Bəzən insanlar görürük ki, çantasında deyək ki, yem götürür. Yolda birdən pişik görsə və ya it görsə, hər hansı bir sahibsiz heyvan görsə onlara vermək üçün. Bəzən insanlar var ki, adi o pingvin salafanlar ki var, ondan götürürlər, su da götürürlər. Yolda susuz bir heyvan görəndə onları düzəldirlər qap formasında və içərisinə su tökürlər ki, o itlər, o pişiklər ondan istifadə eləsinlər, içsinlər. Bu dərəcədə, yəni naturalistdir də, konkret bu hər şeyi canlı görür, bütün təbiəti. Ki, onsuz da canlıdır, amma yəni daha çox özü kimi də empatiyası çox yüksəkdir. Onların təbiətə qarşı empatiyası çox yüksəkdir. Bu bizim bəzilərimizdə müəyyən qədər var. Yəni hər birimizdə müəyyən qədər heyvanlara qarşı acıma, mərhəmət hissi var. Amma bir də var ki, bu pik həddədir. Dediyim kimi cibində yemək gəzdirir, nə bilim, nəsə götürür. Məsələn, bulvara gedəcək, quşlar üçün yem götürür, sonra gedir ki, orada quşları yemləsin. Bunlar hamısı zooparka gedəcək, həmçinin düz zooparkda icazə verilmir əlavə yemlər, çünki heyvanların ölümünə gətirib çıxarda bilər, alışdığı qidalardan fərqli yesə. Amma bir yana gedəndə, yəni bunu edən insanlar var. Və bəs bunlar necə öyrənirlər müəllimlər? Bu ki, naturalist tiplər ki var, onlar nəyi sevir naturallar? Naturalistlər müəllimlər təbiəti sevirlər. Təbiət hadisələrini sevirlər. Onlar ev heyvanları ilə oynamağı, bağçılıq etməyi, yəni əkin əkmək, nəsə becərmək, təbiəti kəşf eləmək, planetə qayğı, bütün bunları çox sevirlər, yəni. Çox hədsiz sevirlər. Həmçinin təbiətə çıxış onların ehtiyacıdır. Yəni onlar həyətə çıxır, torpaqda olmaq, təbiətdə olmaq, heyvanlarla kontakt qurmaq, təbiəti araşdırmaq, bütün bunlar, məsələn, binokullar, lupalar, mikroskoplar, bütün bunlar hamısı naturalistlərin işidir. Bəli, araşdırmaq istəyir, təbiəti, hər şey. Yəni bu insanlar təbiəti sevir. Və onlar bununla yaşayırlar. Bütün hər şeyi buna uyğun. Yəni bunlar kimlərdir? Gələcəyin bioloqları, həkimləri. Bunlar çox gözəl alim ola bilərlər. Kosmosu araşdırar və yaxud da heyvanlara qayğı. Bütün bunlar, yəni naturalist ümumiyyətlə nə edir? Təbiətin öyrənilməsinə çox böyük marağı var. Heyvanlara böyük qayğı göstərir. Onların ekologiyadan çox marağı var. Məsələn, vərəqlərdən çox istifadə eləmir, istifadə olunanda da qarşı çıxır. Soruşur bəzən uşaqlar, müəllimə, bunlar niyə təkrar istehsala getmir? Niyə belədir? Niyə biz ağacdan hazırlayırıq? Hər şeyi neftdən hazırlaya bildiyimiz halda niyə biz ağaclardan vərəqləri hazırlayırıq? Belə sual verən şagirdlərimiz olur bəzən. Bunlar naturalistlərdir, təbiəti çox sevirlər. Bitkilərə, heyvanlara, bağa, ağaclara qulluq etməyi sevən insanlardır bu insanlar. Həmçinin müəllimlər, bunlarda canlı təbiət, nə dərs keçirsinizsə keçin müəllimlər. Siz bunu təbiətlə əlaqələndirəndə, canlı təbiətlə əlaqələndirəndə, canlılarla əlaqələndirəndə bu uşaqlar daha çox həvəslənir, daha çox öyrənməyə çalışır. Çünki bunların ehtiyacları bunlardır da, yəni onlar onunla nəfəs alırlar, onunla öyrənirlər. Bəzi insanlar, hər kəsin dediyi ki, bax, verbal lingvistiklər nə etdir? Sözlə, danışaraq, öz müzakirə edərək, mübahisə edərək, dialoq quraraq, çox maraqlıdır da danışmağa. Və yaxud da məntiqi riyazi tiplər nə etdilər? Məntiqi mühakimə, dərin düşünmə, düzdürmü? Həll etmək, hər şeyin filosoflardır da bunlar.
gələcəyin filosofları. Və musiqi ritmiklər nə edir? Ayaqlarını yellədir, əllərini çıqqıldadır bəzən görsən. Musiqi ritmiklər züm-züm edərək danışır. Yəni bunlar hamısı oxuyanda da həmçinin intonasiyası güclü olur. Şeir intonasiyasını da ona verirsən ki, çox gözəl intonasiyası var. Və məkan vizuallar dedik, görüntü, vizuallaşdırırlar, gözlərinin önünə gəlir və vizuallaşdırdıqları şeylər yadlarından çıxmır. Getdikləri yerə bir də daha bələdçi lazım olmur, navigator lazım olmur, yerləri tanıyırlar. Naturalistlər dedik ki, nə keçirsinizsə keçin, onu təbiətlə əlaqələndirsəz, onların yadında çox gözəl qalacaq və təbiətlə əlaqələndirmək lazım. Bəs naturalistlərdən danışmışkən, naturalistlərdə üsullardan danışmadıq biz müəllimlər. Hansı üsullar naturalistlər üçün çox gözəl nəticə verə bilər? Bunlar təbiətdə gəzintilər, pəncərə, bir də bitkilər öyrənmə vasitəsi kimi üsullardan istifadə etmək olar bu şagirdlər üçün. Təbiətdə gəzintilər deyəndə, məsələn, orada bir nümunə çəkirlər. Nobel mükafatçısı fizik alim var ki, hansı ki o Feynman, bəli, Richard Feynman ki, həmin o fizika alimi özü etiraf edir ki, o ilk dəfə olaraq fizika ilə bağlı, təbiət elmləri ilə bağlı fikir beyninə harda gəlib? Təbiətdə. Yəni atası ilə gedən zaman yolda atası ona müəyyən suallar verib ki, o düşünməyə vadar olub. Təbiət haqqında düşünüb. Bu düşüncələr də onda təbiətlə bağlı mühakimələrə, gələcək fizik kimi yetişməsinə səbəb ola bilib. Yəni bu da insanlarda, yəni bu insanlar təbiətdə gəzintilər nə ola bilər? Yəni təbiətdə gəzib burada coğrafiya ilə bağlı, biologiya ilə bağlı, fizika, riyaziyyat, bu tək bunlar deyil, elə hamısı bütün fənlərlə təbiəti əlaqələndirmək olar təbii ki. Təbiətlə bağlı bəzən görsən ədəbiyyatda da gözəl bir şeirlər olur. Bunları şagirdlərdə keçəndə həmin yerə aparmaq şagirdlərimizi və ya onu o yerlərlə əlaqələndirmək olar. Bəs pəncərə nədir? Bəzən şagirdimiz görür ki, dərs prosesi gedir, amma şagirdin fikir qalıb pəncərədə. Yəni baxmır da, biz ismin hallarını keçirik, o baxmır. Fikir qalıb pəncərədə. Biz nə etməliyik bunu? Onun dərsinə əlaqələndirməliyik. Müəllimin elə professionallığı odur ki, şagirdə ismin hallarını keçərkən o təbiətlə necə əlaqələndirə bilər? Deyə bilərik ki, sən pəncərədən baxırsan, gördüklərinin adlarını yaz və onları ismin hallarına görə hallandır. Bu da şagirdimizi bir növ yəni əlaqələndiririk də təbiətlə. Bir növ bunu stimul verə bilər, onu düşündürə bilər. Və həmçinin müəllimlər dedik ki, biz burada hansı ki naturalist intellektdən danışırdıq biz. Naturalist intellektə malik olan şagirdlərdə dedik ki, üsullar təbiətdə gəzintilər, pəncərə və bitkilər öyrənmə vasitəsi kimi. Biz bitkilər öyrənmə vasitəsi kimi də dərs otağında bəzən görsən pəncərənin qabağında və yaxud da məktəbin koridorunda və s. çoxlu dibçəklər olur ki, sinifdə. Onu da biz dərsdə öyrənmə vasitəsi kimi nəzərə ala bilərik. Yəni müəllimin də əslində professionallığı, pedaqoqun üstünlüyü ondan ibarətdir ki, öz dərsi ilə onu əlaqələndirsin və o naturalisti ələ ala bilsin. Bizim məqsədimiz hər cür zorakılıqdan uzaq şagirdimizi yönləndirə bilmək, düzgün istiqamətləndirə bilmək, amma özünün marağına əsasən, onu maraqlandıraraq, yəni bilirsiniz necədir? Psixoloqlar araşdırıblar ki, insanlar maraqlanaraq öyrənəndə daha uzun müddətli yadda qalır. Və bunu Gardner nəzəriyyəsi də təsdiqləyir. Gardner özü də bunu təsdiqləyir ki, insanlar məktəbi bitirəndən sonra ən güclü şagirdlər belə bir neçə ildən sonra unudur orada öyrəndiklərini. Bunun bəs səbəbi nədir? Onlar intellekt tiplərinə uyğun öyrənmədikləri üçündür. Amma hətta intellekt tipinə uyğun öyrətmədikdə müəllimlər özü də əziyyət çəkir. Müəllimlər özü də başlayır kimisə danlamağa, valideynə şikayət eləmək ki, oxumur. Amma bu intellekt tipini bilsə, ondan istifadə eləsə, o şagirdləri ələ ala bilsə, maraq oyatsa, zamanla o şagirdlərimiz də artıq 2 alan deyil, daha yüksək səviyyə şagirdlər səviyyəsinə qalxa bilərlər. Yəni, heç nə olmaz deyib qırıb atmırıq heç bir şagirdimizi. Çünki hər şey müəllimin yanaşmasından, şagirdin ona cavab verməsindən asılıdır. Və bu məktəb, müəllim, şagird üçbucağı düzgün çalışanda və bu intellekt tiplərini də nəzərə aldıqda əlbəttə ki, biz də müəyyən nəticələr əldə edə bilərik. Bundan başqa müəllimlər, burada biz dedik ki,
Gardner nəzəriyyəsində 8 intellekt tipi var. Əslində 9-dur, amma biz 8-ni öyrənirik. Bunlar verbal lingvistik tiplərdir. Məntiqi riyazi, musiqi ritmik, məkan vizual, naturalistlər, bədən kinestetiklər, şəxslər arası və fərd daxili. Bədən kinestetik intellektə malik şagirdlərimiz nə edir? Bu şagirdlərimiz daha çox fikirlərini ifadə etmək üçün bədən üzvlərindən çox istifadə edirlər. Bəzən olur, adi insanlar da danışanda jestlərlə, mimikalarla o qədər hərəkətdə və yaxud da dərs danışır gəzə-gəzə. Bunlar hamısı əslində bədən kinestetik şagirdlər və bugün günümüzdə çoxdur belə şagirdlərin sayı çoxdur. Çünki bədən kinestetiklər daha aktivdirlər, daha çox hərəkət etməyə meyllidirlər. Buna görə biz bu qədər üsullar öyrənirik bu kinestetikləri nəzərə almaq üçün. Bədən kinestetiklər gələcəkdə kimlər ola bilər? Gözəl aktyor ola bilərlər, atlet ola bilərlər, gözəl rəqqas ola bilərlər, cərrah ola bilərlər, memar ola bilərlər, mexanik ola bilərlər, idmançı ola bilərlər. Bütün bunlar əslində onların o balansı ki var, koordinasiyası, çevikliyi, sürəti, fiziki bacarıqlar, bütün bunlar həmin bədən kinestetiklərdə sanki toplanıbdır. Bədən kinestetiklər bədən hissiyatı ilə düşünürlər, yəni bədən hissiyatı. Və bunlar bədən kinestetiklər nəyi sevirlər? Bədən kinestetiklər rəqs etməyi sevirlər, qaçmağı sevirlər, tullanmağı sevirlər, qurmağı, toxunmağı sevirlər, jestlərdən istifadə etməyi sevirlər. Bədən kinestetiklərin ehtiyacı olan şeylər rollu oyunlar, tamaşalar, hərəkətli oyunlar, yəni idman, praktik şəkildə öyrənmə və hər hansı bir fiziki oyunlar. Yəni biz əgər məsələn sinif künclərini düşünün, sinifdə şagirdlərin gəzintisini düşünün, sinif künclərində. Və bu cür şagirdlər rollu oyunlar düşünülməlidirlər, simulyasiyalar. Bunların hamısı əslində kinestetiklər üçün çox uğurludur. Çünki o şagird dərsin içində sadəcə oturmaq istəmir. Bəzən olur şagirdlərimizdə, mənim bir dənə şagirdim var 5-ci sinifdə, var, yəni şagird icazə alır özdə, deyir ki, müəllimə, olar mən ayağa qalxam, oturmaq istəmirəm. Və biz bunu mütləq oturmasan demirik. Təbii ki, biz onu nəzərə alırıq. Çünki kinestetikdə dayana bilmir, yəni. Hətta buna uyğun rollu oyunlar varsa, mümkünsə dərsimiz bunu dəstəkləyirsə dərsin mövzusu, rollu oyun edə bilirik. Çox gözəl rollu oyuna girə bilirlər bunlar. Layihələrdə istifadə edirik. Yəni belə şagirdlər çox aktiv olur. Belə şagirdləri hər hansı bir iş tapşıranda çox uğurla da yerinə yetirmiş olur. Və bunu nəzərə almalıyıq dərs prosesimizdə. Yəni dərsimiz əgər qrup işləri ilə, dərsimiz əgər rollu oyunlar şəklində aktiv keçmirsə, şagird ancaq oturubsa pasiv şəkildə, bu bədən kinestetik üçün elə bilin ki, müəllimlər çox dəhşətli, çox acı vericidir, yorucudur, bezdiricidir belə şeylər ki, 45 dəqiqə şagird kinestetikdir və oturmağa məcburdur. Bu həqiqətən də dəhşətli bir şeydir. Əgər bizim sinifdə 30-31 şagird varsa, bunların yarısı kinestetikdirsə, müəllim bunlara otur deyə bilməz. Yəni müəllim bunları oturtmamalıdır. Müəllim nə etməlidir? Dərslərini maksimum şəkildə, ən az dərsin bir 10 dəqiqəsini, 15 dəqiqəsini bunlara elə fəaliyyətlər verməlidir ki, bu şagird dərsdə hərəkət etsin. Daha düz otur, sakit ol deməsin. Əgər müəllim onları hərəkət etdirirsə, o hərəkət ehtiyacı nisbətən ödənmiş olur deyə o artıq xaosa çevrilmir dərsimiz. Onların istədiyi olur axı. Onlar dərs fəaliyyətlərində praktik öyrənməyi istəyirlər. Tamaşalarla, rəqslərlə, öyrədici idmanla. Belə şagirdlər görürsünüz, bəzən yuxarı sinif şagirdləridir. İdman dərslərinə daha çox maraqlıdır. İdman dərsi olan gün daha çox, demək olar dərsdən qalmır həmin günlər. Niyə? Ona görə ki, o şagird bədən kinestetikdir. Və onların dərs materialları nələrdir? Qurğu alətləri ola bilər, idman avadanlıqları ola bilər, müəyyən gillər ola bilər. Həmçinin bunlarda müəllim nəsə verəndə, yəni tapşırıq verəndə şagirdinə bununla bağlı məsələn rəqs etməyi tapşıra bilər, əgər imkan verirsə dərsin mövzusuna. Tamaşanı canlandır istəyə bilər. Nəyəsə toxun, bu toxunaraq, yəni bunlar mütləq nəyəsə toxunaraq, ayaqlarını yellədərək görürsüz. Bu insanlar demək olar ki, nəysə qurmaq istəyirlər, konstruktor qura bilirlər, bəzən bunlar çox gözəl. Onlara diqqət eləmək lazımdır müəllimlər. Daha sonra biz dedik ki, hər birinin müəyyən üsulları var. Bədən kinestetiklərində üsulları var müəllimlər. Bunlara aiddir bədən cavabı, sinif teatrı, bədən xəritəsi. Gəlin indi bunlarla da bağlı danışaq. Bədən kinestetik intellektə malik olan şagirdlər demək olar ki, bunlar bədən cavabı onlar üçün mükəmməl üsullardan biridir. Nə deməkdir bu bədən cavabı? Hər hansı bir təlimat verir, göstəriş verir və buna deyir ki, bədən dili ilə cavab verin.
Yəni sözlə yox, bədən dili ilə cavab ver. Olur belə tapmaca tipli biz sual veririk, bədən dili ilə onu cavablandırsın və ya bədən dili ilə o sual versin yoldaşlarına, yoldaşları səsli cavablandırsın. Bu təbii ki, bədən cavabı adlanır. Kinestetiklər üçün çox önəmlidir. Gözəl bir üsuldur. Onların öyrənməsini dəstəkləyir, yorulmasının qarşısını alan üsullardan biridir. Sinif teatrı, yəni şagirdlərin daxilində olan bəzən aktyorluq qabiliyyəti var ki, onları oyadır bu üsul, sinif teatrları. Həm də bu keçilən məzmunu, materialı həm vizuallaşdırdığı üçün məkan vizuallara çox uyğundur, həm də gəzdikləri üçün, hərəkət etdikləri üçün, rola girdikləri üçün burada təbii ki, bu bədən kinestetiklər üçün də çox önəmlidir. Bəs bədən xəritəsi nədir? Bədən xəritəsi odur ki, insan ümumiyyətlə bədəni müəyyən bir quruluşa malikdir də. İnformasiyanın təqdim olunmasında bir pedaqoji vasitə kimi də düşünə bilərsiniz bunu. Bu quruluşdan necə istifadə etmək olar? Bu, məsələn, sayma, hesablama zamanı istifadə oluna bilər. Barmaqlarla sayma zamanında istifadə etmək olar. Tutaq ki, coğrafiya dərsidir. Məsələn, kitablarımızda coğrafiya dərsi ilə bağlı bir nümunə veriblər. Tutaq ki, coğrafiya dərsidir müəllimlər və şagirdlər bir ölkəni göstərmək istəyirlər. Onlar rəqəmlərlə, barmaqlarla göstərə bilərlər. Məsələn, deyə bilərlər, bədənlərini bir dünya sistemi göstərsə, göstərə bilər ki, bax, bu hissədə Amerika var, bu hissədə Rusiya var, baş hissəsi. Göstərə bilər, burada hansı ölkələr, Türkiyə və yaxud da Azərbaycan bir-bir göstərə bilər, yəni bu coğrafiya üçün. Belə deyək də, demək olar ki, burada öz bədənini bir növ xəritə kimi, dünya kimi düşünəcək və o xəritəni öz üzərində qurmuş olacaq. Şəxslər arası intellekt, bəs necə intellektdir? Müəllimlər, şəxslər arası bir insanın digər insana empatiyasının çox güclü olması deməkdir. Şəxslər arası tiplərdə empatiya çox güclü olur. Tez anlayırlar, bir işarədən anlayırlar. Bəzən üzvə baxırlar, heç sən hələ özün qərar verməmsən ki, sən yorğunsan, yoxsa yox, amma o sənə deyir ki, deyəsən yorğunsan bugün, ya xəstələnmirsən, ya nəsə olub sənə. Uzaqdan sənin baxışlarından, gəzməyindən, yerişindən səni anlaya bilirlər. Sözlə demədən, sadəcə baxışlarla qarşı tərəfi öz fikrini aşlaya bilərsən. Çünki bunlar şəxslər arası intellektdir. Şəxslər arası intellektlər müəllimlər, hətta dünyanın başqa bir ölkəsində yaşasalar belə, onlar öz sevdiklərini mütləq axtarırlar, arayırlar, əlaqə saxlayırlar. Bu insanlar çox həssasdırlar. Yoldaşları ilə dostluq münasibətlərində çox həssasdırlar. Bunlar diyaloq qurmağı çox sevirlər. Yəni qarşı tərəflə danışmağı çox sevirlər. Yoldaşları ilə, yəni birgə öyrənmə bunlar üçün çox önəmlidir. Qarşılıqlı öyrənmə, qarşılıqlı öyrətmə çox önəmlidir bu tiplər üçün. Həmçinin dərs materialları nələr ola bilər müəllimlər burada? Layihə üzərində işlər, stol üstü oyunlar, rollu oyunlar, rollu oyunlar üçün hətta kartlar, bir tədbir təşkil eləmək lazımdır. Bu uşaqlar çox bu tədbirdə çox böyük rol oynaya bilərlər. Çünki bu uşaqlar danışmağı sevirlər. Qrup iş edirsiniz, çox sevirlər. Cütlərlə iş verirsiniz, çox sevinirlər. Niyə? Çünki bu uşaqlar danışmağı, yoldaşları ilə ünsiyyət qurmağı, paylaşmağı, söhbət etməyi çox sevirlər. Amma biz bu söhbəti nəyə çevirməliyik? Biz bu söhbəti xaotik söhbətdən çıxarıb dərs söhbətinə çevirməyi bacarmalıyıq bir müəllim olaraq. Və şagird əgər söhbət etməyə maraqlıdırsa və biz bu şagirdimizi nə edirik? Yoldaşına da öyrət. Bildiklərini yoldaşına öyrət. Yox, qoy biraz pıçıltı ilə də danışsın yəni. Amma öyrətsin də, başqa şey danışmayacaq, dərslə bağlı danışacaq. Birgə işləməyini təşviq edə bilərik. Birgə işləyin, qarşılıqlı çalışın, bir-birinizə müzakirə edin, birlikdə edin. Bütün bunlar əslində şagirdlərin ehtiyacı olan şeylərdir. Yəni bu şagirdlərimiz bizim daha çox nədən öyrənirlər müəllimlər? Qarşı tərəfdən ünsiyyət quraraq öyrənirlər. Məsələn, şəxslər arası intellekt tipinə malik olan insanlarda yoldaşınla paylaş, sonra bir də korporativ qruplar şəklində öyrənmə baş tuta bilər. Yoldaşınla paylaş üsulu nədir müəllimlər? Bu üsul bir sadə strategiyadır müəllimlər. Yəni necə aparıla bilər bunu?
yanındakı yoldaşına tərəf dön və onunla hansı mövzunu keçibsə onunla bunu paylaş deyirik. Və orada onunla sözündən sonra biz nə qoyuruq? Nöqtələr qoyuruq. Şagird onu artıq ona özü yazacaq, qeyd eləyəcək. Və həmin onu nə edirik? Yoldaşı ilə paylaşmasını dəstəkləyirik. Yoldaşla paylaş budur. Yəni şəxslər arası intellektdə bu çox önəmlidir. Bir də korporativ qruplar var müəllimlər. Korporativ öyrənmə modelinin əsas komponentidir bu. Kiçik qruplarla eyni tədris məqsədinə doğru birgə fəaliyyət göstərməkdir. Amma kiçik qruplardır bunlar, bilirsiniz. Kiçik qruplar nələrdir? 4 nəfərdən ibarət. Bu cür qruplarda şagirdlər tapşırıqları müxtəlif cür yerinə yetirə bilərlər. Onlar hər bir qrup üzvünün bir ideya verməsi ilə yazılı tapşırıq üzərində birgə işləyə bilərlər. Bu cür korporativ qruplar müəllimə müxtəlif intellektli şagirdləri bir qrupa yığmağa, onların hər birini öyrənməyə, prosesə cəlb etməyə gətirib çıxara bilər. Yəni bu uşaqlar üçün də faydalı olur. Əgər bir qrupda video təqdimat hazırlamaq varsa, burada lingvistik intellekti olan şagirdlər mükəmməl işləyəcəklər. Axı orada mətin var. Və vizuallar, məkan vizuallar burada çox gözəl. Video var axı orada, düzdürmü? Həmçinin şəxslər arası tiplər çox gözəl işləyəcəklər. Çünki orada dialoq var, müzakirə var, qarşılıqlı bir-biri ilə sosiallaşmaq, əlaqə var. Bu çox gözəl nəticə vermiş olacaq müəllimlər. Növbəti intellekt tipimiz fərd daxili intellekti. Fərd daxili intellektdən artıq biz introvertlərlə bağlı danışanda demişdik. Fərd daxili intellektə malik olan uşaqlar necə? Özü haqqında məlumatlı olan insanlardır, özünü dərk edən. Bu uşaqlarda metakognitiv bilik çox yüksək səviyyədədir, tənqidi təfəkkürü yüksək səviyyədədir. Özü haqqında tam təsəvvürlüdür. Yəni özünün güclü və zəif tərəflərini bilir, temperamentini bilir, nəyə reaksiya verəcəyini bilir, arzularını bilir, özünü qiymətləndirir, özünü anlayır, öz bacarıqlarından xəbərdardır. Nəyi inkişaf edə biləcək, onları bilir. İndi bir dənə düşünün ki, sinifdə fərd daxili şagirdimiz var və gündə 7 dərsi var bu şagirdin. 6-7 dərsi var. Məktəbdədir. Və bu şagird qruplarla işləyir. Yoldaşları ilə səs-küy olur, müəllim, bir müəllim, bir də 30 nəfər şagird düşünün. Bu şagirdlərlə bir yerdə fikirləşin ki, bu da fərd daxilidir. Təkliyi sevir, sakitçiliyi sevir, özü ilə olmağı sevir. Sakit bir məkan olsun, çəkilsin ora, otursun, oxusun, öyrənsin. Bunları sevir, amma bu qədər sosiallaşma var, sosial mühit var. Bu uşaqlar üçün bu əsl klaustrofobiyadır. Yəni çox çətin bir mühitdir. Bu çox çətinlik yarada bilər şagirdlərdə. Buna görə biz deyirik ki, şagirdlərimizdə o fərd daxili şagirdləri də şəxslər arası ilə bir yerə qoyub onların bir-birinə nələrsə öyrətməsinə səbəb olmaq lazımdır. Bir-birindən nələrsə öyrənsinlər. İntellekt tipləri ümumiyyətlə bizim emosiyalarımız yoluxucudur da, bir-birimizə təsir edə bilirik. Bir-birimizə ümumiyyətlə təsirimiz çox böyükdür. Bir-birimizdən öyrənirik insan olaraq. Bu şagirdlərimiz üçün də keçərlidir. Burada fərd daxili intellektdə məqsəd müəyyən etmək üsulu, bir də şəxsi inkişaf izləmə qrafiki mövcuddur. Fərd daxili intellektdə yüksək olan şagirdlərin məqsəd müəyyən edəndə, özləri üçün məqsədlər müəyyən edəndə onların qabiliyyətləri çox yüksək səviyyədə olur. Yəni bu adamlar fərd daxili intellektdə demişdik, bunlar introvertlərdir də həm də. Bunlar ən vacib qabiliyyət olan bacarıqlardan biri odur ki, bunlarda uğurlu həyata hazırlanır bu şagirdlər və burada bu şagirdlər üçün də məqsədlər müəyyən edəndə yaza bilər ki, bugün öyrənmək istədiyiniz 3 şeyi yazın. Uzun müddətliyinə vermək olar bunu, bugün üçün də vermək olar, məqsəd müəyyən etməni. Məqsəd müəyyən edəndə deyə bilərik ki, sən bugün üçün hansı məqsədləri müəyyən etdin özün üçün, nəyə öyrənməyi planlayırsan, hədəfləyirsən və yaxud da məqsəd müəyyən edəndə şagirdlərimizdən bir yarım il üçün layihə kimi də və ya bir il üçün də deyə bilərik ki, bu ildə sən nələri planlayırsan, hansı qiymətləri almaq istəyirsən, bu cür bir məqsəd müəyyən etmək olar. Şəxsi inkişafı izləmə qrafiki vermək olar. Şəxsi inkişafı izləmə qrafikində müəllimlər məqsədlər bir sütunda yazıla bilər. Onları yoxlama bir sütunda və tarixlər isə digər sütunda. Şagird öz inkişafını izləmə qrafikini qurur, məqsədlərini verir. Ta ki məqsədləri
böyük summativ qiymətləndirməyə hazırlaşmaqda. Digər 6-cı sinifdə monitorinqə də hazırlaşır, böyük summativ qiymətləndirməyə də hazırlaşır. Bilirsiniz ki, bunlar artıq rəqəmsal platformalarda keçirilir və 6-cı sinif şagirdlərinə qiymətlərə müdaxilə edilə bilmir. Nə direktor, nə müəllimlər tərəfindən. Ona görə də şagirdin artıq məqsədi var və bunlara artıq ilkin versiyaya hazırdır. Yoxlama prosesinə baxır. Keçirilən mövzuları təkrarlamışam, qeydlərə artıq baxmışam və s. Nümunə deyək ki, testlər işləmişəm. BSQ-yə uyğun mövzulara uyğun BSQ-lər işləmişəm, buna uyğun testlərə baxmışam və s. Bunların tarixlərini də qeyd edir ki, hansı tarixə qədər mən nələr etmişəm. Öz izləmə qrafikini qeyd edir. Məqsədini yazır, sonra qrafikdə tarixləri qeyd edir, yoxlama üçün nələr edib, yəni nə cür yoxlayıb, onlar da qeyd edir şəxsi izləmə qrafikində. Ümumiyyətlə müəllimlər bu zəkalara görə demək olar ki, hər birimizdə bu zəkalar var. Sadəcə bizim əsas məqsədimiz odur ki, şagirdlərimizi buna görə uyğunlaşdırmaq, şagirdlərimizi buna görə yəni aydınlaşdırmaq lazımdır. Araşdırmaq lazımdır ki, şagirdlərimiz hansı intellekt tipinə malik şagirddir. Bunu biləndə bizim üçün dərs prosesi özü də həm maraqlı olacaq, həm də şagirdimiz üçün də maraqlı və əyləncəli, öyrənməsinə uyğun olacaq və o dərsi çox sevəcək. Bizim də məqsədimiz şagirdin dərsi çox sevməsidir. Əgər biz bir şeyi sevəriksə və o zaman onu daha çox gözəl öyrənmiş oluruq. Ona görə də müəllimlər bu intellekt tipini öyrənəcəksiniz növbəti dəfəyə. Sizdən sual-cavab edəcəm. Səhifəsində qeyd edeyim, müəllimlər. Deməli 146-cı səhifədən başlayır. Gardnerin nəzəriyyəsi ta gedir. Səhifə 155-ə qədər gedir. Yeni 2026 Time kitabında buna baxacaqsınız. Bir də test banklarımız var. Test bankından testimiz də var. Cəmi 55 dənə testimiz var. Çox deyil, yəni yazacaqsınız bunu da. Növbəti dəfə